Hamımız onun bütövlüyündən lütf üstünə lütf aldıq. Qanun Musa vasitəsilə verildi. Lütf və həqiqət isə İsa Məsih vasitəsilə gəldi. Musa qanunu gətirdi. Bəs İsa nə gətirdi? Lütf və həqiqəti. Həqiqət sizi azad eləyəcək. Həqiqi lütf sizi azad eləyəcək. Lütf günahı örtbasdır eləmir. Lütf müqəddəslikdə yaşamağa güc verir. Qanun belə dedi, amma İsa fərqli danışdı. Qanun zina eləmə dedi, amma İsa qadına şəhvətlə baxma dedi. Bunu kim eləyə bilər? Belə yaşa. Lütfü dərk eləsək və lütfdə yaşasaq, azad yaşaya bilərik. Çünki əsl lütf bizi azad eləyir. Əsl lütf bizi öyrədir. Lütf günahın örtüyü deyil. Lütf bizə müqəddəs yaşamağı öyrədir. Görün, Titə məktubda nə deyilir? Allahın bütün insanlara xilas gətirən lütfü zühur elədi. Lütf bizi öyrədir. Bizi nə öyrədir? Allahın lütfü. Beləliklə, Allahın lütfü bizi öyrədir. Allahın lütfü bizi necə öyrədə bilər? Lütf ruhu, müqəddəs ruh, lütf ruhu bizə nə eləməyi öyrədir? Yox deməyi. Nəyə? Günaha və dünyəvi ehtirasa. İndiki dövrdə nəfsə hakim olmağa, salihlikdə və nurda yaşamağı öyrədir. Qanunun edə bilmədiyi şeyi Məsih Allahın lütfü vasitəsilə elədi. Aldığımız lütf ruhu bizə indiki dövrdə bəxtiyarlıq gətirən ümidimizin gerçəkləşməsini, Ulu Allah və xilaskarımız İsa Məsihin izzətinin zühurunu gözləyərək müqəddəs yaşamağı öyrədir.